Koreyada yaşayan Azərbaycanlı maşın işi ilə məşğul olan Azərbaycanlının bir günü. Və səhər 06:55 işə başlayırıq. Bu günlər bir neçə yoxlanışımız var müştərilərimiz üçün. Sonra deyirlər ki, $300 böyük puldur. Xidmət haqqınızdan biraz keçin. İndi görək $300 böyük puldur yoxsa bu iş üçün çox az puldur. Yazarımız biraz var idi. 50.000 də vurdu. 50.000 də hardasa bizim bunlar 60 manat edir. Ümumiyyətlə avtomobil yoxlayacağıq. Birinci avtomobilimiz Busandadır. 394 km. 4 saat 45 dəqiqə. Yazar vurandan sonra 100 saat 07:05 8:05 dəqiqə işləyir. Görə inşallah biz də vaxtda satacağıq. 278 km. Gəldik, gedirik indi lokomumuza götürmüşük. Görək maşın axtaraq tapaq. Görək maşın hardadır. Takipdə deyilmiş. Maliyyə yanında burada varlıq verirlər. Maşın tam entrasa çək olmamışken vaxt ziyarət atmışıq. Meselesi yoxladıq. Axırda nəticəyə gəldi ki, motorun səthi dəyişməlidir. Qapının sol qapının arxası deyil, xarabdır. Sonra maşının metrespres sərgəsi baxmış deyəsin. Maşının dəyişləri arxa buferi rənglənməli idi. İndi bu dəqiqə parlıqdaydı maşın, amma yenidən rənglənməli idi. Rənglənməli yerlər var idi. 2 detal kosmetik kraska olsa da maşın özü ümumilikdə yaxşı vəziyyətdə deyil tam olaraq. İndi gedirik digər maşını yoxlamağa. Bu maşınımız da hardasa 27 km, 36 dəqiqə bizdən uzaqdadır. Görək bu maşın necə olur. Nömrə qablarımızı götürdük, gəlib çatmışıq K5 üçün. 카드를 넣어주세요. Buraya gündüzlər, gündüzləkədik. Gəldik, K5-i də yoxladıq. K5-in bir defa kosmetik kraska, maşın ideal vəziyyətdə, motor qartı ideal. O birisi Mercedes pis çıxdı. Yenə görə bu birisi Mercedes çıxır. Şimdi buradan da belə 91 km. 91 km orası vəziyyət. Yenə götürdük nömrə qabları, gedirik indi görək. İkinci maşınımız Mercedes Y-Class modeli hardadır. Tapalım inşallah onun için. Bir de verdən gözəlliyi var. Düz dişi mırıqdır. Now turn right. Axırıncı Mercedes yoxladım, çıxdım gecən evə. Saat 17:50, 3 saat 40 dəqiqə 30 km. Buradan da belə 3 saat 40 dəqiqə vaxt çatacağıq, 9:30 saat onun yarısına evdə olacağıq. 06:50-də evdən çıxıb, axşam onun yarısı, 7-yə qalmışlar səhər çıxıb, axşam onun yarısı çıxıb. Yəni Koreyada olanın bir günü budur. Sonra deyirlər ki, $300 çoxdur, ondan keç, belə bu yanacaq, əziyyət, yemək, hamısı hesablanır. Axşam saat 10-a işləyir, 16 dəqiqə, 34 km yol qalıb, amma evə yox. Əlavə bir dənə K5 var, onu yoxlamağa gedirəm. Yolda problem maşallah olsun, Bakıdan isbətlənir. Bu da həmin dediyimiz K5, sonradan müştərimizin istədiyi. Bunu da yoxlayacağıq, inşallah görək bunun nəyi var, nəyi yoxdur. K5-i də yoxladıq. Maşın qəşəng maşın, bir detal kraska, motor qartı ideal vəziyyətdə, heç bir problem yoxdur. 45 km-də yolumuz var. Buradan belə evə gedə bilərik. Bütün işlərimizi qurtardıq. Gecə saat 1-ə işləyir, 10 dəqiqə. 4 dənə maşın yoxladıq bugün. İkisi yaxşı çıxdı, ikisi pis. Müştərilərimizə xeyirli olsun. Biz çıxanlarda inşallah ki, yəqin yaxşısını taparıq. Əziyyətimiz boşa getməz.